Bir işi o yadda saxlayın ki, o bizim o nəzərimizdə, şuurumuz, insanların sahib olduğu o dəyər hissi, bizlərin onlara o yüklədiyimiz emosional o dəyər o simptomlarıdır. Salam məzunlar. Bu videoda sizlərlə əməl etməli olduğumuz, əməl etdiyimiz, ətrafımızdakı insanlar tərəfindən seçildiyimizi, hörmət etdiyimizi və demək öz enerjimizi o sabit o saxlayacaq o bir neçə o vərdiş o bölüşmək istəyirəm. Videolarımı izləyirsinizsə, bəyənirsinizsə bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Bu mənim üçün o böyük bir o dəstəkdir. Fikirləriniz olarsa, hər hansı bir fikriniz, hər hansı bir video haqqında rəylərdə hər birinizin fikrini gözləyirəm. İndi o keçək videoya. Demək ki, bu sizə o deyəcəyim o vərdişlərdən o biri ondan ibarətdir ki, etdiyiniz, etmək istədiyiniz, planını hazırladığınız heç bir hədəfinizi reallaşmamış o başqa bir insana bildirməyin. Çünki hədəfinizi o başqa bir insana bildirdikdə ilkin bir nüans o baş verir. Birinci o nüans ondan ibarətdir ki, bu digər insanlar o sizin hədəfinizi öyrəndikdə, o sizin məqsədinizi öyrəndikdə sizə iki cür yanaşırlar. Birinci sizə etinasız yanaşırlar, danışır o boş-boş, bu onu heç çox eləyə o bilməz. Yəni sizi o kiçik o görürlər, o öz fikirlərini, öz xəyallarını, amma onların da fikirləri o bir enerji sahəsi olduğu üçün bu enerji sahəsi o sizin o kiçik o görülmə enerji o sahəsi yansıyaraq o sizin hədəfinizə o mənfi o təsir verir. Buna əlavə ikinci bir nüans ondan ibarətdir ki, həmin insanlar sizin hədəfinizi sizin o başara o biləcəyinizə inansalar, sizə o paxıllıq dərlər, sizə demək o mənfi o reaksiya o verərlər öz daxilinə ki, bəlkə də o səthi o sizə uğur arzulayarlar, o müvəffəqiyyət arzulayarlar, amma o daxillərində o sizi o paxıllıq, o sizə bir o kin, sizin o başarısız olmağınız arzusunu istəyərlər ki, bunun da özü aralıqda o bir enerji o sahəsinə o malik olduğu üçün, bu yenə sizin işinizə o mənfi təsirini verəcəkdir. Demək bu qarşı o tərəfin o sizə verəcəyi mənfi enerjilərdir. O sizin öz daxilinizdə isə o planınızı həyata o keçirməmiş, o birinə söylədikdə insan o beyni artıq o yəni ki, planın reallaşdığını sanır. Əgər siz o bir şey planlayırsınızsa, bunu başarmaq istəyirsinizsə, o beyin o bütün enerjilərini, o bütün neyronlarını yandırır ki, sizin həmin hədəfə reallaşsın. Ancaq siz onu başqasına söylədikdə artıq beynimiz rahatlayır, o bir rahatlıq o konforuna o malik olur ki, demək bu hədəf artıq reallaşıb. Artıq ondan sonra o beyin o sizin o hədəfə odaqlanmağınız üçün o gərəkli olan o həmin enerjini layiqincə vermir. Bu da sizin hədəfi olan demək o yolunuzda o sizə olan o mənfi bir o təsir verəcək. Ona görə də hədəf haqqında, o məqsədiniz haqqında, o qurduğunuz o planı reallaşmamış heç kimə söyləməyin. Ki, hər hansı o bir yerə, o bir məclisə, o bir o tədbirə, bir evə daxil olarkən iqamətinizi o dik saxlayın və yüngül bir o gülümsəmə yaradın üzünüzdə. Bu sizin o və qarşı o tərəfin o şüuraltısında o sizin o təhlükəsiz və o bir o güclü lider olduğunuz o yansıdır. Yəni insanlar o gördüklərinə inanmırlar. İnsanlar şüuraltılarını o qəbul etdiklərinə inanırlar. Əgər siz o dik otursanız, yüngül bir o gülümsəmə etsəniz, ətrafı izləsəniz, artıq insanlar orada olan insanlar o tədbirim o deyim, o yəni ki bir o məclis mi deyim, ev mi deyim, o iclas mı o deyim, orada olan insanlar artıq o sizin o güclü, özünə inamlı o və güclü o bir lider olduğunuzu o şüuraltı olaraq onlar onu qəbul edəcəklər və şüuraltı olaraq sizin o güclü bir lider olduğunuzu, özünə inamlı və təhlükəsiz o biri olduğunuzu o qəbul etdikdən sonra da zamanla şüuraltıdan şüura onların şüurlarının o yansıma nəticəsində sizə demək hörmət, o sizin o diqqət, o sizin sözünüzü, o sizin fikirlərinizi diqqəti, önəmə o demək ki, o vermə halları olacaq onlar qarşısında. Ona görə o bir yerə o daxil olduq, o qamətinizi o dik saxlayın. Əlavə olaraq o yüngül bir o gülümsəmə ilə ətrafı o 1-2 saniyə ərzində izləyin. Bu sizə və ətrafınıza
o sizə qarşı inam verəcək və ətrafınızda insanların sizə qarşı inanmağına əlavə də sizin də şüuraltınız artıq sizə inanacaq ki, çünki o duruş da özü bir enerji sahəsidir və duruşdan, sizin etdiyiniz hərəkətlərdən, reaksiyalardan o sizin o şüuraltı o çox şey əldə edir. Əgər insanların o sizlərə hörmət etməsini, sizlərə o rəğbət o bəsləməsini, o sizin fikirlərinizi və sözlərinizi önəmə almasını istəyirsinizsə, qarşı o tərəfin sözünü heç zaman yarıda saxlamayın. O qarşı o tərəfin o söylədiyini o sizə məlum olsa da, o sizin onun söylədiyi haqqında məlumatınız olsa da, onun sözünü o yarıda o saxlayaraq bu belədir, bunu mən o bilirəm, o başqa bir söhbət haqqında o danışar və ya o başqa bir o söhbət ortaya əlavə eləməyin. O qarşı insan onun söhbətini axıra qədər o səbrlə o dinləyin və sonra öz fikrinizi ifadə edin. Və belə etdikdə artıq o qarşı o tərəfin şüuraltısında o sizə qarşı o rəğbət və hörmət yaranır ki, ondan sonra o sizin fikirlərinizə və sözlərinizə hörmət yaranır. İnsanlar ən çox o yəni hirsləndikdə, əsəbi olduqda o qarşı o tərəfin o verdiyi sualları o cavablamaqda sürətlənirlər və bu cavablarda ən çox o qarşı o tərəfin o qəlbini o qırmaları, o qarşı o tərəfi özlərini o qarşı qəzəbli etmələri və sonradan özlərini o bəlkə də o bağışlayamayacaqları o səhvi etmələrin o səbəbiyyət yaradır. Ona görə də o demək hirsləndiyiniz o zaman o sizə verilən suallara o qarşı o cavablanmağı saxlayın. Özünüzü o saxlayın və səssizcə ürəyinizdə o və ya bir alçaq bir səslə o birdən 10-a qədər sayın. Bu sayma o prosesi o beyni həm məşğul edir, o beyin o cavabı o verməyə o can atmır, artıq öz məşğuliyyəti olur. Və buna əlavə də həmin onun sayın insan o beynini emosional o mərkəzdən məntiq mərkəzinə o keçid üçün o kifayətdir. Ona görə də əsəbləşdikdə, o qəzəbləndikdə verilən o suallara o qarşı susun və həmən o birdən 10-a qədər sayın. Heç zaman itirməkdən o qorxduğunuz o bir maddi məbləği o borc olaraq heç kimə o verməyin. Borc olaraq hər zaman o demək itirildikdə o sizə bir o demək hiss yaratmayan, bir o təəssüf hissi o yaratmayan o bir məbləği verin ki, demək o çox məbləğ o vermək, xüsusən də itirmək istəmədiyiniz o bir məbləği o borc olaraq o vermək həm o çox və o pulu tamamilə itirməyinizə, həm də o dostluğunuzu itirməyinizə səbəbiyyət o yaradır. Ona görə də bu nüanslarda olduqca o diqqətli olun və o borc verərkən itirmək o sizə o təsir etmədiyi o bir məbləği verin. Əgər o qarşı o tərəfin istədiyi o məbləğ, o sizin itirmək o qorxusunda olduğunuz o bir məbləğdirsə, sadəcə olaraq onu edə o bilmərəm, o məndə o qədər o pul yoxdur, o söyləyən ki, o qısaca o yox o deyin ki, bu yox o deməklə o fikirləşərsiniz ki, o qarşı o tərəf o dostluğunuzun o qəlbini sındırarsınız. Amma o bir şey fikirləşin ki, o dostluq o gələcəkdə itirməkdən onun indi o qəlbini o bir yox ilə o sındırmaq o daha yaxşıdır. O yol gedərkən o və ya o təsadüfi o bir qarşılaşmalar o zamanıdır ki, əgər insanla o fərqi yoxdur, o bu xanım olsun ya kişi olsun, o təsadüfi olaraq bir göz-gözə o gəlsəniz, o gözünüzü həmən o çəkməyin. Yüngül bir o baş salamı o verin və o sonra o gözünüzü o çəkin. Bu sizin özünüzə olan inamınızı və arxayınlığınızı o qarşı o tərəfə yansıdacaqdır. Buna əlavə o sizin o şüuraltınıza, ruhunuza da o sizin özünüzə olan inamınızı o daha da yüksəlməsinə o səbəbiyyət verəcəkdir. O yəni o kiçik bir o davranış, o gözləri o çəkməmək, o baş salam o vermək, o sizin özünüzü o və qarşı o tərəfə sizin özünüzə olan inamınızı yükləyir. Bunu heç vaxt yaddan çıxartmayın. Sizin vaxtınızı alan, sizə neqativlik o verən insanlara o sadəcə o vaxt itirmədən o bir yox o deyərək onlardan uzaqlaşın. Bunu etməkdən heç zaman çəkinməyin. Çünki o bir şeyi o qavrayın ki, o sizin sahib olduğunuz ən dəyərli bir amil o varsa, o da sizin zamanınızdır. Heç nə o sizin zamanınızdan, sizin vaxtınızdan önəmli ola bilməz. Çünki o zamanı o geri qaytarmaq olmur. O çox o dəyərli o bir məfhumdur. Əgər o bir insan o sizin vaxtınızı o boşuna alırsa, əksinə
sizə neqativlik, o sizə o pessimistlik, sizlərə aşağı emosiya o yükləyirsə, sizlərə uğur yolunda irəliləmək, uğur əldə etmək motivasiyası o vermirsə, sizdən o dialoqu sizi irəli o çəkməkdənsə, o geri atırsa, həmin insanlardan o bir vaxt itirmədən uzaqlaşın. O çünki bu sizin özünüzə o xeyirdir. O bir şey o yadda saxlayın ki, o bizim o nəzərimizdə, şuurumuz, insanların sahib olduğu o dəyər hissi bizlərin onlara o yüklədiyimiz emosional o dəyər o simptomlarıdır. Ona görə də o simptomlardan hansı o biri o sizə neqativlik o bəxş edirsə, ondan uzaqlaşın. Özünüzü o başqalarının, uğurlu insanların və ya sizin ətrafınızdakı o başarılı insanların həyatları ilə, etdikləri ilə öz etdiklərinizi müqayisə etməyin. Siz özünüzü ancaq o bir şəxs ilə müqayisə edə bilərsiniz ki, o da o dünənki o sizsiniz. O da həyatda o bir şey o yadda saxlayın ki, hər kəsin döyüşü, hər kəsin mübarizəsi, hər kəsin o zamanı o fərqlidir. Siz o dəyərlisiniz. Etdikləriniz o boşuna o deyil və siz o başarı yolunda o dayanmasaz, o uğuru əldə edəcəksiniz. Amma çalışın ancaq özünüz o müqayisə edin ki, o çünki uğurunuz o sizə məxsus olacaq. Heç kimin uğuru sizin olmayacaq. O videonun o sonuna o gəldik. Bu videoda o sizlərlə bu həyatda o bizə o pozitivlik o verəcək, o enerjimizi o daha çox o getməsinin o qarşısını alacaq. Ətrafımızı o düzgün o seçməkdə, ətrafımızdakı insanlarda o bizə olan inamı, o bizim o güclü olmağımızı, özümüzə olan etibarımızı o yüksəltməyimiz haqqında sizə 8 o vərdiş o bölüşdüm. Ümidvaram ki, video o sizlər üçün o motivasiya o qaynağı oldu. O nələrsə o demək o qata bildim. Əgər videonu o bəyəndinizsə, o bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Bu mənim o böyük bir o dəstəkdir o siz tərəfindən. Bunu heç zaman unutmayın. O sizdən xahiş edirəm və əgər video haqqında və ya başqa bir fikir haqqında o sualınız olarsa, rəylərdə hər birinizin sualını gözləyirəm.